Şəcərətüz Zəhəb kitabında nəql olunur ki, bir gün Əməvi xəlifələrindən Hişam ibn Əbdülməlik dövrünün yazıb oxuyanlarından olan Şiə məzhəb Əməşə bir məktub yazır ki, bəs Osmanın, yəni üçüncü xəlifə barədə Osmanın məziyyətləri haqqında və Əlinin rəzalətləri haqqında bir kitab yaz. Əməş də məktubu oxuyandan sonra götürür, yanında bir keçi var, məktubu verir onun ağzına ki, gələ çeynə. Və özü də sonra götürür bir başqa kağızı, ora belə bir yazı yazır. Yazır ki, bütün dünyada olan insanların məziyyətləri Osman üçün və bütün rəzalətləri, pislikləri Əli üçün olsa, bunun sənə nə xeyri var, nə zərəri. Bizim bu kiçik tarixi hekayədən çıxara biləcəyimiz bir neçə nəticə var və bir neçə cəhətdən çıxara biləcəyimiz nəticələr var. İlk növbədə tarixi nəticə budur ki, biz bu hadisədən başa düşürük ki, bəzən dövrlərinin xəlifələri müxtəlif başqa şəxslər haqqında uydurma rəvayətlər yazdırıblar. Yəni dövrlərində əli qələm tutan şəxslərə belə əmrlər və təkliflər irəli sürüblər ki, bəs filan xəlifə haqqında məsələn məziyyətlər yaz, müəyyən fəzilətlər yaz onun haqqında və bu cür şeylər uydurulub. Məhz elə bunun nəticəsidir ki, Əməvilər vaxtında yazılmış, məsələn, ilkin xəlifələr Əbubəkir, Ömər, Osman haqqında bir sıra uydurma hədislər, rəvayətlər var. Həmçinin sonradan Fatimilər dövründə və Alibuyə dövründə yazılmış Həzrət Əli haqqında necə deyərlər, bəzi uydurma fəzilətlər var. Yəni, hər iki tərəfdən də bu şeylər var və biz bunu tarix kitablarında, rəvayət kitablarında görürük, şahidi oluruq. Yəni, indi həmin o vaxtı, həmin o vəziyyətdə Əməş bunu etmədi. Amma Əməş etməyib, başqaları etmişdir və bu da göstərir ki, həmin bu hadisə də göstərir ki, xəlifələr bu cür işlər görüblər başqalarına qarşı. Yəni, təkliflər və əmrlər veriblər. Hətta pul belə veriblər ki, məsələn, filan kəs haqqında bir şeylər uydur, filan kəsin haqqında pis sözlər yaz. Bu cür şeylər olub. Bu hadisə də tarixi cəhətdən bundan bu istinbatı eləmək olar. Başqa cəhətdən çıxara biləcəyimiz nəticə isə siyasidir və burada həmin o mətndə, bu hekayədə görünür ki, deyilən kimi Əməş Şiə məzhəbi olur və yazılan məktubun onun yanında nə qədər dəyərsiz olduğunu da götürüb keçinin ağzına verməklə göstərmiş olur. Lakin xəlifəyə birbaşa olaraq, xeyr, sən nə danışırsan? Əlinin fəzilətləri belə, onun rəzaləti yoxdur, falandır, filandır demir. Sadəcə elə bir üsulunca cümlə yazır ki, yəni nə bütün insanların məziyyətləri Osman üçün olsa və bütün insanların pislikləri Əli üçün olsa, bunun sənə nə xeyri var, nə zərəri. Elə bir üsullu cavab verir ki, həm onun verdiyi əmrdən boyun qaçıra bilir, etmir bu işi, həm də öz canını xilas etmiş olur. Bu da onun siyasi cəhətdən verə bildiyi ən üstün cavablardandır. Yəni, həm xəlifənin verdiyi əmrdən boyun qaçırır, həm də öz canını qorumuş olur. Bundan ötürü də yüksək siyasi təfəkkürə sahib olmaq lazımdır. Yaxşı məntiqli şəkildə düşünməyi bacarmaq lazımdır və belə bir şeydən ötürü də siyasi təfəkkürün olması vacibdir ki, bundan ötürü də səhər-axşam sosial şəbəkələrdə oturmaq lazımdır, hə? Yox, əlbəttə. Yaxşı kitablar oxumaq lazımdır. Bir sözlə, siyasi təfəkkürə sahib olmaq üçün və lazımı kimi harda necə hərəkət eləmək lazımdır siyasi cəhətdən bunu bilmək üçün yaxşı, maraqlı kitablar da oxumalısan, təcrübələri də, başqalarının təcrübələrini də görməlisən, yaxşı müşahidə qabiliyyətində olmalıdır. Bir sözlə, yəni bir çox şeylərdə öz üzərində işləməlisən. Üçüncü çıxara biləcəyimiz nəticə nədir? Hansı cəhətdə? Əxlaqi cəhətdən biz buradan bir nəticə çıxara bilərik ki, həqiqətən də hansısa insanların nə məziyyətləri, nə fəzilətləri, ümumiyyətlə nə rəzalətləri, heç birisinin bizə heç bir nə xeyri var, nə ziyanı var, zərəri var. Heç bir adiyyəti yoxdur, istisi, soyuğu yoxdur bizə. Əgər biz Əli şiəsi olaraq, yəni şiə olaraq Əlini tərifləyir, onun fəzilətlərindən danışır, yaxud onun fəzilətləri haqqında bir şeylər eşidəndə bundan həzz hissi duyuruqsa, lakin öz
həyatımızda, öz həyatımızda, məsələn, məsuliyyətsiz yanaşırıq, işimizə məsuliyyətsiz yanaşırıq, insanları incidirik, borc alırıq, vaxtında qaytarmırıq, söz veririk, üstündə durmuruq. Dostluqda, yoldaşlıqda payımız yoxdursa, yəni özümüzü yoldaşlıqda yaxşı aparmırıqsa, yaxud qonşunu incidiriksə, polnuxod veririk musiqiyə, qonşunu incidirik, kimsə yatıb qışqıra-qışqıra danışırıq, heç bir şey düşünmədən harda gəldi, nə bilim, maşını siqnallayırıq, müxtəlif bu cür şeylər eləyiriksə, başqalarını düşünmürüksə, biz Əli şiyyəsi deyilik, biz sadəcə Əlini tərifləməklə həzz alan insanlarıq. Onun fəzilətlərindən danışıb sevinən insanlarıq. Yəni bunun da bizə heç bir xeyri olmayacaq. Doktor Əli Şəriətinin yaxşı bir sözü var idi. Deyirdi ki, şiyyələr Əlini tərifləməklə deyil, onun yolundan getməklə nicat taparlar. Yəni biz Həzrət Əlinin həyatına, fəzilətlərinə yalnız ondan nəticə çıxarmaq baxımından yanaşa bilərik. Yəni baxıb görürük ki, bu insan belə bir həyat yaşayıb, belə bir hərəkət eləyib, biz də bu yaxşı hərəkətdir, biz də bunu eləyək. Yoxsa biz bunu həzz almaq üçün danışıb, yəni yalnız həzz almaq üçün danışıb elə orada da qoyub gedən, yəni bu bizə heç bir xeyri olmayacaq. Nə qədər istəyirsən səhər axşam Həzrət Əlinin fəzilətlərindən danış, nə qədər istəyirsən bundan həzz al, nə qədər istəyirsən eşit o fəzilətləri həzz al, yenə də həyatında onları tətbiq etmirsənsə, ailədə bir insan kimi payın yoxdursa, yoldaşlıqda payın yoxdursa, nə bilim, başqalarını incidirsənsə, məsuliyyətsizsənsə, dediyim kimi borc verib qaytarmırsansa, borc alıb qaytarmırsansa, yaxud başqa bu cür işlərin varsa, Əlinin şiyyəsi deyilsən və Həzrət Əlinin də o fəzilətləri, başqalarının da o rəzilətləri, rəzalətlərinin yəni heç bir sənə adiyyəti yoxdur, qardaş. Yeri gəlmişkən, buradan xüsusi olaraq kiməsə söz soxmuram, ümumiyyətlə danışırdım. Üzrlü sayın, vaxtınızı aldım.